Bu Boeing tarixindəki ən böyük təyyarə sifarişidir. Bu olduqca yaxşıdır və bu say 140 və ya 160 idi. Amma siz haqlısınız, əlavə 40 da daxil olmaqla məbləğ 200 milyard dollardan çoxdur. Bu fantastikdir. Ağ Ev məlumat yaydı ki, Amerika Birləşmiş Ştatları və Qətər ümumilikdə 1,2 trilyon dollarlıq müqavilə imzalayıb. Sövdələşməyə əsasən Qətər Amerikadan 2 milyard dollara 8 MQ-9B puaları, Raytheon korporasiyasından 1 milyard dollara dronlara qarşı mübarizə avadanlığı alacaq. Trump Qətərə getməzdən əvvəl isə Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salmanla da müqavilələrə imza atdı. Sənədlərə əsasən qarşıdan gələn 4 il ərzində Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları iqtisadiyyatına 600 milyard dollar sərmayə yatıracaq. Burada ən azı 100 milyard dollarlıq silah satışı ilə yanaşı enerji və mədən sektorunda böyük müqavilələr də var. Fikir verin, sövdələşmələrin maliyyə həcmlərinə baxanda görünür ki, bu razılaşmalar Trumpın dediyi kimi fantastikdir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər. Hər üç ölkədə Donald Trumpın ya açıq, ya qapalı yaşayış binaları, golf meydançaları ilə bağlı işləri var və onlardan qazanc əldə edəcək. Yəni bunların hamısı onun biznes maraqlarının olduğu ölkələrdir. Görünür, Amerika Birləşmiş Ştatları ilə Ərəb ölkələri arasında imzalanan böyük həcmli müqavilələrdə həm də hərbi istiqamətlər var. Aydındır ki, Amerika Birləşmiş Ştatları bir neçə Ərəb ölkəsinin strateji müttəfiqidir. Zəngin Ərəb ölkələrinin alış gücünün bu səviyyəyə gəlməsində Birləşmiş Ştatların, Qərbin böyük dəstəyi olub. Ona görə də tarixi bir fikrə diqqət edin. Silah alışlarına dollarla baxsanız 3 milyard dollar, 533 milyon dollar, 525 milyon dollar. Bu sizin üçün fıstıq kimidir. Biz bu məbləğləri artırmalıydık. 7 il keçdi, məbləğlər artdı. Lakin bir məsələ var ki, hərbi, müdafiə məsələləri ilə bağlı müqavilələr təki pul olsun deyə imzalanmır. Burada siyasi və diplomatik məsələ də diqqətə alınmalıdır. Ona görə də Trumpın biznes maraqları Amerika Birləşmiş Ştatlarının siyasi çevrəsinin, Senatın, Konqresin süzgəcindən keçməyə bilər. İqtisadi baxımdan isə bu cəlbedici görünür. Çinlə ticarət razılaşmasının elanından sonra səhmlər yüksəlir. Trump administrasiyasının Qətərlə razılaşması da investorların çip səhmlərinə marağının artmasına səbəb olur. Bu arada siz Standard & Poor's-a baxın. Orada orta səhmlər aşağı düşüb. Üstəlik, Amerika Birləşmiş Ştatlarının Böyük Britaniya ilə ticarət razılaşması da onun uğurları sırasındadır. Lakin son zamanlar bir regionda əldə edilən iqtisadi sövdələşmə digər istiqaməti narahat edir. Bu il üçün Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Regionu tərəfindən malların ixracı cəmi 0,4% artacaq və bu ötən ilki 5,7% artım tempindən çox azdır. Yeri gəlmişkən, Ər-Riyadda Birləşmiş Ştatlar və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti də keçirildi. Böyük maliyyə imkanlarına malik Ərəb ölkələrlə görüş, üstəlik Amerika Birləşmiş Ştatlarının Suriyaya qarşı sanksiyaların yumşaldılması, gələcək Amerika Birləşmiş Ştatları yaxın şərq gücünün yeni dalğası anonsunu verdi.